Bizim dərslər başdan sona olaraq, məsələn, indi gördüyünüz kimi rekordu başlatdım. Full rekord olacaq və hər dərsin sonunda mən bu videonu YouTube-a yerləşdirəcəm. Və istədiyiniz vaxt elə bir ki, girib YouTube-dan dərsin təkrarına baxa bilərsiniz. O zaman başlayaq. Uşaqlar, indilik. Burada qısa bir kod görürsünüz. Bu kodun niyəsini soruşmayın. Yəni bunu irəliləyən dərslərdə daha ətraflı başa düşəcəksiniz. İndilik sizdən istədiyim hissə nədir? Hal-hazırda gördüyünüz, baxın, 7-ci sətir və o hissənin içinə, int main olan yazının sadəcə içinə baxmalısınız. Qıraqda yazılan include, using name, bir də int main hissəsi. Onların nə olduğunu biz irəliləyən dərslərdə özünüz avtomatik olaraq başa düşəcəksiniz. Bu slaydı nə demək istəyirəm? Hə, bu arada mən bunu tez istifadə edirəm. Bu ifadəni ki, aydındırmı? Chat hissəsinə qısaca bəli, plus ya da bir smaylik və reaksiya bildirə bilərsiniz, yəni qısaca. Aha, kimin nə sual oldu da həmin an verə bilər. Onda tamam, başlayaq. Deməli uşaqlar, C++ proqramlaşdırma dili çox biraz nisbətən bəzi proqramlaşdırma dillərinə, məsələn Python-a və yaxud da Ruby-yə baxanda daha biraz qarmaşıq görsənə bilər. Çünki insanlar düşünürlər ki, sintaks yazımı baxımından çox çətin bir dildir. Amma mənim fikrimcə əslində, yəni daha mürəkkəb proqramlaşdırma dilləri də var ki, onlara nisbətən əslində daha asandır. Proqramlaşdırma dili deməyimizin səbəbi, gəlin bir də o hissədən danışım. Proqramlaşdırma dil deməyimizin əsas səbəbi budur ki, biz müəyyən bir müddətdən sonra, məsələn, olimpiada sualları olsun və yaxud da ümumiyyətlə gələcək həyatınızda IT ilə bağlı bir proje götürsəz, bir müddətdən sonra, belə deyək, sizin ağlınızda bir ideya varsa, o ideyanı koda çevirmək artıq sizin üçün heç bir şey olacaq. Yəni, siz orada düşünməyəcəksiniz ki, mən bunun kodunu necə yazım. Sadəcə tələb olunan hissə nə olacaq? İdeyanı tutmağınız. İdeyanı bildikdən sonra artıq sadəcə, məsələn, deyək ki, bir müddət ingilis dili öyrənirsiniz və ya fransız dili öyrənirsiniz. Artıq bir müddətdən sonra özünüz də hiss edirsiniz ki, bəzi hissələrdə düşünmədən danışırsınız. Bu da onun kimidir. Proqramlaşdırmaya başladıqdan bir müddət məsələ falan işlədikdən sonra özünüz görəcəksiniz ki, artıq yəni kodu ilk başda necə çətin gəlirdisə, artıq o çətinliyi hiss eləmirsiniz. Sadəcə ağlınıza bir fikir gəlir, o fikri həmin anda yazırsınız, gedir. Belə. Gəlin başlayaq proqramlaşdırmanın ilkin hissələrinə. Əvvəlcə biz danışaq nədən? Biz suallarda bizə müəyyən bir şərt verəcək və biz o şərtdən bizdən nə istəyirsə, onun eynisini yazıb həlli göndərməliyik. Və bu həll nəticəsində bizə ya 100% ya müəyyən bir bal, ya da ki 0% verəcək. İndi bu 100% nədən asılıdır? Sualın şərtindən və sizin kodunuzdan. Bu hissələr necə baş verir? Məsələn, gəlin çox sadə bir suala baxaq. Sualda bizə nədən danışır? Çıxışa hello sözünü verməkdən, yəni salam sözünü. Bunun üçün biz əvvəl nəyi bilməliyik? Biz C++-da çıxışa necə söz verə bilirik? Bunun üçün cout adında bir funksiyadan istifadə olunur və ekranı bu arada hamı görür. Ümid edirəm, hamı görür. Aha, gözəl. Bir saniyə. Belə. Cout. Cout əslində console out deməkdir. Yəni konsola çıxışa ver deməkdir. Və məsələn, console out dedikdən sonra mən dırnaq açıram. Dırnağın içinə istədiyim hər bir şeyi yazıb çıxışa verə bilərəm. Bura salam da yaza bilərəm. Və yaxud da çox uzun bir cümlə də yaza bilərəm. Dediyim kimi, istənilən hər bir şeyi yaza bilərəm. Və bu kodu run elədikdə, yəni işlətdikdə, baxın, gördüyünüz kimi ekrana nə verdi? Çox uzun bir cümlə. Və yaxud da indi nə dedik? Biz istəyirik nə edək? Çıxışa nə verək? Məsələn, hello verək. Deməli, nə edirik? Çıxışa hello yazırıq. Yəni cout hello. Mən bunun üçün nə yazsam, onun eynisini nə etmiş olur? Kod bizə çıxışa vermiş olur. Yaxşı. Onda gəlin belə bir şeyə baxaq. Yaxşı, bəs mən çıxışa, məsələn, hello əvəzinə
müəyyən bir rəqəm vermək istəsəm nə edərəm? Qısaca nə yazaram? Elə həmin oranın içinə məsələn 5632 vermək istəyirəm çıxışa deyək. O zaman elə 5632 yazsam, çıxışa nə almış oluram? Elə həmin nə vermişəmsə onu alıram. Yaxşı, bəs soruşacaqsınız ki, müəllim, biz bəs proqramlaşdırmada tək ancaq çıxışa söz vermirik də. Məsələn, toplama əməlləri yerinə yetiririk və yaxud da digər proseslərimiz var. Onları da dırnaq içində yazırıq. Yox. Məsələn, mən çıxışa deyək ki, artıq belə bir şey öyrənirik. 5-i məsələn, baxın, gəlin çıxışa salam yazaq bu dəfə. Artıq dırnağım yoxdur. Dırnaq olmadan verirəm bunu. Görürsüz, baxın, boş salam yazıram. Salamı versəm, mənə kompilyasiya xətası verəcək. Kompilyasiya xətası nədir? Yəni kodumuz səhvdir. Bir anlamı yoxdur. Yəni bu kodu işləməyəcək. Amma bu salam sözünü mən dırnağa alsam, artıq nə etmiş oluram? Salam sözünü elə necə var, elə olduğu kimi də çıxışa verirəm. Yaxşı, bəs bu rəqəmlər üçün də keçərlidirmi? Yəni mən rəqəmlərlə işləyəndə də bunu eləməliyəm? Xeyr. Rəqəmlərdə istəsəz elə adi nə yazırsınızsa, onu çıxışa verə bilirsiniz. Düzdür. Yəni bayaq göstərdiyim kimi istəsəz dırnaqda da verə bilərsiniz. Heç bir problemi yoxdur. Amma istəsəz dırnaq olmadan da verə bilərsiniz. Aydındırmı bu? Buyur. Mənim aydındır kimi qaldırmışdım mən. Aha, tamam. Yaxşı, gəlin onda belə bir fərziyyə yürüdək. Bəs sizcə mən çıxışa 5 əvəzinə 5 üstə gəl 3 versəm, çıxışa nə verəcək? Deyə bilərsiniz. Kimsə mikrofonu açıb deyə bilər. 8. Ay, sağ 8. Niyə? Artıq buradan görürük ki, C++ gedir, 5 üstə gəl 3-ün nə olduğunu hesablayır. Daha sonra onun eynisini çıxışa verir. Çünki nə dedik? Cout funksiyası biz necə işləyir? Elə nə varsa onu çıxışa verir. Yəni hesabladı, hesablama nəticəsində nə alındısa onu çıxışa verdi. İndi gəlin baxaq. Yaxşı, bayaq dedik ki, biz dırnağa bir şeyi dırnağa alanda onu necə varsa elə verir. Bu arada 5 üstə gəl 3-ü run eləmədik. Gəl run eləyək. Görək düzdürmü? Baxın, 5 üstə gəl 3-ü run elədim. Bizə verdi 8-i. Yaxşı, bəs indi deyirəm. Əgər bir şeyi dırnaqda versəm, bayaq nə dedik? Nəyisə dırnaqda veririksə, elə necə varsa olduğu kimi də verir. Yəni 5 üstə gəl 3. Yaxşı, bəs mən bura 5 üstə gəl 3 bərabərdir. 5 üstə gəl 3 yazsam, sizcə çıxışa nə verəcək? Mən 5 üstə gəl 3 bərabərdir 8. Ay, sağ ol. 5 üstə gəl 3 bərabərdir 8. Gəlin bir də run eləyək. Gördüyünüz kimi, baxın, 5 üstə gəl 3 bərabərdir 8. Niyəsini də başa düşdük də, əgər dırnaqdadırsa, necə varsa elə verir. Dırnaq yoxdursa, hesablama işini görür, daha sonra verir. Aydınmı? Bəli. Kimə nə aydın deyilsə, həmin an deyə bilər. Müəllim, mən bu hissəmi biraz qarışdırdım. Bir də eləsi olar. Aha, de. Nəyi qarışdırdınsa de. Ki, o dırnaq arasında yazılmanı. Bax, dırnaq arasındadırsa, bax, nə olmağından asılı olmayaraq, dırnaq arasındadırsa elə necə varsa elə də çıxışa verir. Yəni, deyilsə buranı silim. Bax, 5 üstə gəl 3 bərabərdir yazmışam. Çıxış hissəsinə bax, 5 üstə gəl 3 bərabərdir 8. Yəni 8 yoxdur, 5 üstə gəl 3 necə varsa elədir. Amma mən bunu silsəm, dırnaqları və elə çıxışa versəm, artıq 5 üstə gəl 3-ü gedəcək tapacaq nə olduğunu, yəni 8 olduğunu tapacaq. Daha sonra çıxışa verəcək. Aydınmı? Bəli. Tamam. İndi gəlin bir iki dənə şeyə baxaq. İndi yenə dırnaq yazım. Deməli, toplama işarəsi elə toplama işarəsidir. Məsələn, 5 üstə gəl 3 yazdığımız kimi 8-i tapır. Sonra çıxma işarəsi var. 5 çıx 3 bizə verəcək nəyi? 2-ni. Daha sonra bölmə işarəsi var. Slash hərfi ilə yazılır.
Məsələn, 5 böl, yox, 6 böl 3 bərabər olur nəyə? 2-yə. Sonra bir də vurma işarəsi var. O da ulduzla yazılır. Və məsələn 3 ilə 5-dən davam eləyirlər. 3 vur 5 yazsam, mənə verəcək nəyi? 15-i. Bunların hamısını bir-bir yoxlaya bilərik. Gəlin əsaslarını yoxlayarıq. Bir də uşaqlar, baxın, belə bir işarə var. Mən bunu tez-tez istifadə edəcəm sizə göstərəndə. Slash ulduz, bir də ulduz slash. Bu hissənin içində yazılan hissəni kod görmür. Yəni o comment kimi qalır. Yəni kod bu hissəni skip eləyir. Yəni heç yoxmuş kimi davam eləyir. Yəni məsələn bu dəqiqə mən bunu yazmağımla yazmamağım arasında kodda heç bir fərqi yoxdur. Aydındırmı? Bəli. Məsələn bunu da nədə istifadə edirik? İndi göstərdiyim kimi, məsələn mən sizə bir şey göstərməliyəm. Əlavə bir yerə keçmədən elə kodun içində qısaca bir comment kimi göstərirəm. Məsələn, gəlin əsaslarda nə yoxlayaq? Vurma ilə bölməni yoxlayaq. Məsələn, 6 vur 3 böl olsun necə? 2. Nə verəcək bu sizcə? 9. Ay sağ ol, 9. Görək. Bəli, gördüyünüz kimi 9-u elə necə varsa, elə də verdi. Yaxşı. Məncə siyahla bağlı hər şey aydındır. Bəli. Elədir? Aha, bir də. Bəli. Belə bir şey var, uşaqlar. Baxın, gəlin bunu göstərim. Baxın, shout nə dedik? Əgər bir şey dırnaqda yazıramsa, salam məsələn. Elə necə varsa, elə də çıxışa verir. Baxın, boşluqlar da daxil olmaqla nə varsa içində, elə eyni ilə çıxışa verir. Yaxşı, bəs mən bunu istəsəm 2 hissəli yaza bilərəmmi? Bu nə deməkdir? Məsələn, gəlin bunu hecalara bölək. Bax, bu işarə davam elətdirməkdir. Yəni prosesi davam elətdirir. Baxın, SAL hərflərini yazır, daha sonra A və M hərfini yazır. Yəni əslində mən bunu eləsəm, heç bir şey dəyişməyəcək çıxışa vermədə. Aydındırmı? Bəli. Bunu da nədə istifadə edirik? Gəlin ona da baxaq. Məsələn, bayaqki nümunəyə qayıdaq. Aha, buyur Rəşid. Bax, üzrlü sayma. Aha, tamam, bildim. 5 üstə gəl 3. Məsələn, bayaq nə dedik? Bərabərdir. Baxın, indi mən davam etdirmək istəyirəm, amma cavabı istəyirəm ki, kodu hesablatdırım. Onun üçün bu dəfə 5 üstə gəl 3-ü adi şəkildə yazıram. Məsələn, bir dəfə yazaq. A-ya məsələn 8-ə bərabərdir. Gəlin baxaq. Baxın uşaqlar. 5 üstə gəl 3 bərabərdir. Bu birinci hissəmdir. Daha sonra kod getdi. 5 üstə gəl 3-ün nə olduğunu hesabladı. Sonra onu çıxışa verdi 8. Daha sonra getdi. Nə görür buradan? 8-ə bərabərdir. Aydındırmı? Yəni bu işarə siyahıtı davam elətdirir. Haçana qədər, nöqtəli vergül qabağımıza çıxana qədər. Aydındırmı? Bəli. Tamam. Onda mənə deyin görüm. Məsələn, mən bu dəfə eynisini vurma üçün yazsam, bu dəfə nə edərəm? Məsələn, elə 5 vur 3-dən davam edirik. 5 vur 3 bərabərdir. Gəlin bir dəfə şey yazaq. Bax, 5 vur 3 bərabərdir 5 vur 3 bərabərdir. Gəlin ikisini göstərək. Bir də eynisini kopyalayıram. Bu arada Shout Endel alt sətrə keçir. Onu da deyəcəm. Aha, indi bir də nə edirik? 5 vur 3-ü ayrı dırnaqda yazırıq. Baxın uşaqlar. Bir dəfə bu davam etdirmə hissəsini elədim. Bir dəfə də eləmədim üstə. İndi gəlin baxaq görək. Çıxışları nə olacaq bunların? Bax, bir dəfə elə dırnaq necə idisə, eynisini olduğu kimi verdi. Alt hissədə isə
sadəcə 5 vur 3 bərabərdirini verdi. Daha sonra 15-i hesablayıb 15-i verdi. Daha sonra tireyə bərabərdir. Onu verdi. Aydındırmı? Tamam. Onu keçirik nəyə? Dəyişənlərə. Gəlin dəyişənlərdən danışaq. Dəyişənlər proqramlaşdırmanın ən olmazsa olmaz mövzusudur. Dəyişənlər gəlin qısaca belə izah eləyək. Burada bir lövhəmiz var. Ən yaxşı izah olaraq mən sizə qutu deyə bilərəm. Dəyişəni bir qutu kimi düşünün. Və məsələn, gəlin A qutusu olsun. Mən A qutusunun içinə yazıram 5. Və A qutusu sadəcə bir dənə ədəd daşıya bilir. Mən A qutusunun içindəki ədədi dəyişsəm, məsələn, 5-i dəyişib də 6 eləsəm, artıq o əvvəlki 5-i bir də tapa bilməyəcəm. Artıq belə deyək, bu əvvəlki 5-im itəcək, əvəzinə nə yaranacaq? İçində 6 olan bir A qutum. Dəyişənlər də belədir. Yəni bir A dəyişəni yaratsaz, məsələn, məhsul kimi, X kimi. X məsələn əvvəl 5 idi, sonradan 6 versəz, artıq nə olacaq? Dəyişənimiz 6 olmuş olacaq. Kod olaraq necədir? Dəyişən yaratmaq üçün biz int yaradırıq. Int A bərabərdir. Məsələn, gəlin elə davam edək. Int A bərabərdir 5. Int A bərabərdir 5 o deməkdir ki, integer, yəni tam ədəd olaraq bir A yarat və onu da 5-ə bərabər elə. İndi gəlin baxaq. Mən bu A-nı çıxışa versəm, bizə görək nə verəcək? Siyahı A deməyim, yəni A neçədirsə, A dəyişənini elə çıxışa ver. Və gördüyünüz kimi çıxışa nə verir? 5 vermiş olur. Yaxşı. Bəs mən deyək ki, bunu daha sonra deyək ki, mən A-nı gedib də 6-ya bərabər eləsəm, indi çıxışa nə verəcək? Hə, uşaqlar, sizə nə verəcək çıxışa? 6 verəcək. Niyə? Çünki əvvəl 5 olaraq yaradılıb. Amma yaradılandan sonra biz nə demişik? A bərabərdir 6 demişik. Yəni artıq qutunun içindəki ədədi nə eləmişik? Biz dəyişmişik. Və bundan sonra çıxışa nə vermiş oluruq? 6-nı vermiş oluruq. Yaxşı. Bəs mən belə bir şey soruşsam. Bu 6-nı bir vaid siyahıdan aşağıya versəm. Daha sonra dəyişsəm, mənə çıxışa nə verəcək? 5. Aysa 5 verəcək. Niyə? Çünki kod sətir-bə-sətir baxır. 6-nı görmürəm. Aysa birinci 5-i yaratdı. A-nı 5 olaraq yaratdı. Siyahıda baxanda görür ki, mənim dəyərim artıq hələ nədir? Hələ 5-dir. 5-i verir, daha sonra dəyişir. Bir də sizə bayaq nə demişdim? Endl nə edir? Növbəti sətrə keçir. Gəlin yazaq. Və bunun bir də yazsam, siyahı A. İndi gəlin baxaq. Bir dəfə baxın, birinci 5 olur. Daha sonra nə edir? 6 olaraq davam edir. Əgər siz burada məsələn bu 6-nı dəyişib də məsələn 300 qoysaz, ikinci dəfə nə verəcək çıxışa? 300 verəcək. Aydındırmı? Müəllim, endl yazmasaq, ikinci siyahı da aralı yazmayacaq, yəni digər abzasda yazmayacaq. Yox, bax, sizin eləyək. Bax, onun üçün demişdim, nə sualınız varsa o dəqiqə verə bilərsiniz. Çox qəşəng sual idi. Bax, 56 verir. Yəni biz 56 görürük. Amma əslində bu nədir? Gedir, birinci 5-i çıxışa verir. Bu bayaqki 5-i. Gördün? Daha sonra A-nı 6 eləyir. Sonra həmin 6-nı çıxışa verir. Aydındırmı? Bəli. Və belə bir şey də var. Əgər istəsəz, məsələn, bundan sonra bir boşluq qoyarsınız. Davam olaraq nə demişdik? Slash böyüdür qoyub davam edə bilirsiniz. Və 5 və 6-nı bu dəfə nə etmiş olduq? 6 yox da yan-yana vermiş olduq. Aydındırmı? Bəli. Yəni müəllim burada boşluq da qoysaq, endl da yazsaq, yəni o səhv kimi getmir də. Bax, o ucu sualın şərtindən asılıdır. Sizə məsələn şərtdə deyə bilər ki, alt-alta da ver, deyə bilər ki, yan-yana da ver. Aydındırmı? Bəli. Qəşəng. Çox sağ ol. İndi baxın, uşaqlar, bunu deyim. Dəyişən yaratmaqda bir limit yoxdur. Siz dəyişəni istədiyiniz sayda, istədiyiniz qədər yarada bilərsiniz. Məsələn, int B-də yarada bilərsiniz. Məsələn, bərabərdir 4. Və yaxud da int
bizim klassik sözlərimiz var. Məsələn, stulla yarada bilərsiniz və yaxud da masada yarada bilərsiniz. Dəyişən adlarında bir limitiniz çox yoxdur. Bir dənə xüsusi bəzi kəmiyyət adları var ki, məsələn, maksimum, minimum sözləri yazmaq olmaz. Amma qalan demək olar ki, bir çox, yəni istədiyiniz hər bir adı yarada bilərsiniz. Və dəyişən yaratmağın sayının da limiti yoxdur. Məsələn, istədiyiniz bir sual yazırsınız. Yəni qorxmayın ki, mən yeni dəyişən yaratsam, sualda bir səhvlik olar. Gəlin ona görə məsələn yeni dəyişənlər yaradaq. Məsələn, int b yaradacağam. Ki int b-yə verək 4. Daha sonra int s yaradıram bu dəfə. S bərabər olsun a vurulsun b. Onda s dolayı yolla nə olmuş olur? 20. Ay sağ ol 20. Niyə? Çünki 5 vurulsun 4-dür. Yəni a 5-dir, b isə 4-dür. Yəni əslində s-miz elə başdan bəri nə olmuş olur? 20 olur. Yaxşı, gəlin baxaq nəyə. İndi artıq biz öz dəyişənlərimizi yaradırıq, öz dəyişənlərimizə öz qiymətlərimizi veririk. Bəs istəsək ki, istifadəçi buna bir qiymət versin. Məsələn, gəlin belə bir şey yazaq. Artıq burada sin-in əksi olan, sin nə edirdi uşaqlar? Çıxışa verir. Siyah nə edirdi? Çıxışa verirdi. Biz isə indi sin-i öyrənirik. Sin nə edir? Ədədə daxil edir. Məsələn, int a yazsam, sin a yazsam, artıq biz bu arada biz artıq belə deyək, ədədi özümüz daxil edəcəyik. Yəni koda bir başlanğıc qiymət vermək zorunda deyilik. Gəlin run edək. Məsələn, görürsüz, ekran yanıb sönür, çünki bizdən bir ədəd daxil etməyimizi gözləyir. Bu arada mən bir dənə çıxışa da nəsə verək ki, cavabı görək. Məsələn, a vurulsun 4. Biz nə daxil eləyək? Onun 4 mislini bizə çıxışa verən bir kod yazdıq indi. Bu dəqiqə uşaq bir nəfər qoşulmaq istəyir. Belə. Gəl nə dedik? İndi nə edək? Məsələn 5 yazsam, baxın uşaqlar, çıxışa nə vermiş oldu? 20 vermiş oldu. Bu arada mən bunu bölə bilirəm. Görürsünüzmü? Niyə? Çünki baxın, 5 daxil elədim. A yaratdım. A əvvəl heç nə bərabər deyil, yəni 0-dır. Düzdür? Daha sonra A-nı daxil elədim. A oldu məndə nə? 5. A oldu məndə 5. Çünki konsola mən 5 yazdım. Sonra kod düşdü bir sətirdə alta. Gördük ki, çıxışa nəyi verməlidir? A-nın 4 qatını. O da nədir? 20-dir. Götürdü 20-ni nə elədi? Bizə çıxışa verdi. Aydındırmı? Bəli mi? O birlər? Bəli. Aydındır müəllim. Gözəl. Yaxşı, gəlin onda bir belə deyək, özlüyümüzə mini bir kalkulyator yaradaq. Necə? 2 dənə ədəd versin və onların hasilini çıxışa verək. Və 2 ədədi də biz özümüz daxil edək. Gəlin görək necə eləyə bilərik. Əvvəlcə biz kod yazarkən həmişə bir planı qurun. Yəni düşünün necə işləyəcək. Sonra kod yazmağa çalışın. Yaxşı, biz nə dedik? 2 dənə ədədimiz olacaq. O 2 dənə ədədi daxil eləyəcəyik və daha sonra onun hasilini çıxışa verəcək kodumuz. Düzdür? Gəlin elə dediyimiz ardıcıllıqla da eləyək. Əvvəl 2 dənə ədədimiz olsun. A ilə B deyək məsələn. Gördüyünüz kimi. Ya, bu ikisini ayrı-ayrı gəlin deyək. Int A, int B. 2 dənə ədədimiz oldu. Düzdür? İndi biz bunları istəyirik ki, istifadəçi daxil eləsin. Sin A və sin B. Daha sonra daxil edəndən sonra istəyirik ki, bu ikisinin hasilini çıxışa verək. O da A vurulsun B-dir. İndi mən bu kodu run eləsəm. Məsələn, gəlin 2 ədəd yoxlayaq. 20 ilə 35. Gördüyünüz kimi nə elədi? 700 çıxışa vermiş oldu. Aydındırmı? Bəli mi? Kiminsə sual varmı bu barədə? Yaxşı, uşaqlar, onda gəlin bir neçə suala baxaq. Ən başdan
baxa-baxa gedək. Mən bura səhv eləmirəmsə çox sual qoymamışdım. Aha, 2 sual qoymuşam, artıq bir neçə dəfə işləyib. Əvvəlcədən bilənlər və də dərs vaxtı bilənlər. Sualda nə deyir? Sualı ingiliscə də tərcümə də edə bilərsiniz və ingiliscə bilirsinizsə elə ingiliscə də baxa bilərsiniz. Sualda bizə deyir ki, sadəcə çıxışa hello world sözünü, bir də nida. Bunu çıxışa ver. Olduğu kimi. İndi gəlin baxaq. Biz nə demişik? Çıxışa vermək üçün nədən istifadə edirik? Siyahıdan. Və əgər olduğu kimi çıxışa vermək istəyiriksə, deməli biz nədən istifadə etməliyik? 2 dırnaq, yəni dırnaq içində verməliyik. Dırnaq içində verirəm. Bu kodu bir də özümüz run eləyə görə düz işləyir. Gördüyünüz ki, kod run eləyəndə çıxışa nə verir? Elə olduğu kimi hello world verir. Aydındır mı həll? Bəli. Aha. Gəlin bunu göndərək. Hə, bu arada göndərməmişdən qabaq dili seçin həmişə. Hansı C++ 20 və ya C++ ixtiyarisi olar. Yəni hamısında düz işləyəcək kodunuz. Və göndərə basırsınız. Sizin kodunuzu göndərmiş olur. Və baxınış olar. 100-dən 100 oldu. İndi məsələn deyək ki, bir başqa insanın kodunu görəsiniz. Deyək ki, o bir başqa üsulla, düzü bu məsələn bu sualın başqa üsulla çox da bir həlli ola bilməz də. Yəni sadəcə çıxışa bir dənə söz verirsiniz. Amma deyək ki, məsələn bir məsələn rəqəmlərlə bağlı olan bir həldir. Məsələn görəcəksiniz ki, sizdə kod yazmısınız 100 verib. O da kod yazıb, amma o da 100 verib, amma məntiqən məsələn tamam ayrı kodlardır. Bunun səbəbi hardan gəlir? Özünüz də riyaziyyatdan bilirsiniz ki, məsələn müəllim bir lövhəyə sual yazır, hərəniz bir başqa üsulla işləyirsiniz. Amma hamınız axırda cavabı nə olmuş olursunuz? Düz almış olursunuz. Bu da C++ kodları da elədir. Yəni ümumiyyətlə olimpiada suallarının yəni həlləri. Müxtəlif həll üsulları ola bilər. Əsas orada nədir? İdeya düz olsun, bir də yazılış, yəni sintaksis, yəni düz olsun. Əgər bu ikisi düzdürsə, cavabınız həmişə 100% verəcək. Bu sualla bağlı bu sadə sual idi. Ümid edirəm bu sualla bağlı heç kimin bir şeyi yoxdur. Gələk nəyə? İndi demək istədiyim son olaraq 2 dənə də şey var. O ikisini də deyim, keçək biraz suallara baxaq. Birincisi nədir? Gəlin bunu şeydə göstərim. Uşaqlar, məsələn, C++-da biz deyirik ki, məsələn, 5 vurulsun. Məsələn, 3-ü biz deyirik nəyə bərabərdir? 15-ə. Düzdür? Bəs yaxşı. 6 bölünsün 3-ü də dedik. Nəyə bərabərdir? 2-yə. 2-yə. Bu ikisində problemimiz yoxdur. Yaxşı, bəs mən əgər desəm ki, 7 bölünsün 2 nəyə bərabərdir? Hamınız deyəcəksiniz ki, 3/5-ə. Mənim 3-ə bərabər. Düzdür. O heç, ora gəlirəm yavaş-yavaş. 3/5-ə. Amma bir məsələ var. C++ kodları kəsr hissəni görmür. Yəni əslində görür, düzdür. Kəsrlərlə işləməyin yolu var, amma bu dərs üçün hələ oradan danışmayacağıq. Sadəcə görür nəyi? 3/5 əvəzinə sadəcə görəcək nəyi? 3-ü. Yəni böldüyümüz hissənin tam hissəsini. Məsələn, gəlin bir nümunə yazaq. Siyahut, məsələn 7/2-ni yoxlayaq. 7/2 3/5 əvəzinə nə dedik? Bizə verəcək sadəcə 3-ü. Aydınmı bu? Müəllim, Bəli. burada məsələn bölmədə orada bir dənə xətt yazmısınız da, orada 2 xətt olmalı deyildi. O sən dediyin Python-dadır, bildim nə deyirsən. Bu vaxt dərs suallar bala. Bir dəqiqə qayıdacağam. Sualı verən kim idi? Mikail Məmmədzadə. Aha. Bax, sənin dediyinə qayıdıram. Sənin dediyin Python-dadır. Python-da belə bir şey var.
7 bölünsün 2 sənə 3/5 verir. Amma 7 bölünsün 2 dənə xətt qoyanda sənə 3 verir. Amma C++-da o yoxdur. C++-da bölmə işarəsi sadəcə bölür. Yəni 2 dənə Python-dakı 2 dənə əvəzini yerini görür. Aydınmı? Bəli, müəllim. Aha. Onda gəlin belə deyək. Məsələn, sizə belə bir şey soruşsam. Deyək ki, sizin n dənə uşaq var. M dənə də alma var. Siz bilmək istəyirsiniz ki, bu almaları hamıya bərabər sayda paylasaz, hər uşağa neçə dənə alma düşər? Yəni ortalama. Bu necə taparıq? Bir də yazım istəyirsinizsə, baxın, n dənə M böl N değil mi? uşağı, yəni uşaqsız və m dənə də alma var. Və bu almaları uşaqların arasında paylayırsınız, artıq qalanları da qoyursunuz qırağa. Aha, buyur, kimsə deyirdi. M böl N. M- C out n böl m. Aha, niyə? Çünki biz nə dedik? M dənə almanı elə bölsək, yəni n uşaq arasında bölsək, elə o bizə bir kəsr tapsa belə, məsələn 7 dənə almanı 3 uşaq arasında bölsə, 2 tam neçəsə tapacaq, amma o tam hissəni onsuz da saymayacaq deyə, elə cavabı olaraq bizə 2-ni vermiş olacaq. Məsələn, gəlin bir dənə yoxlayaq elə, məsələn 15 ilə 6 yoxlayaq. 15 ilə almam yox. 6 uşağıq, 15 almamız var. Və çıxışa 2 verəcək. Niyə? Çünki hər adama 2 dənə alma düşəcək, 3 dənə almamız artıq qalacaq. İndi və son əməliyyat olaraq biz bayaq operasiyalar yazmışdıq da. Dedik, üstəgəlmə var, vurma var, bölmə var, toplama var, çıxma var. Və C++-ın və bir çox proqramlaşdırma dillərinin ən istifadə olunan 5-ci deyək, operasiyası faizdir. Bu faiz, yəni işarə olaraq faiz kimi yazılır, amma qalığı tapır. Yəni, məsələn, deyək ki, siz çubuqlu bölmə deyirik də. Məsələn, çubuqlu bölmədən bilirsiniz. 15-i 6-ya böləndə, 15 bölünsün 6. Biz nə deyirik? Belə yazırdıq da çox vaxt. 2 tam, bir də yanında qalıq yazırdıq ki, məsələn, 3 qalıq qaldı. Düzdür? Yəni, bu o mənaya gəlirdi də. Və biz indi buradan biləcəyik ki, 15% 6 yazanda bizə cavabımız nə olmuş olacaq? 3 olacaq. Aydınmı faiz işarəsinin anlamı? Yəni, Bəli. A-nı B-yə bölürük. Bölmədən nə qədər qalıq qalırsa, o qalığı çıxışa verir. Yaxşı. Onda gəlin elə indiki sualına davam edək. M dənə almamız var, n dənə uşaq var. Onda biz dedik ki, m bölünsün n dənə nəyimiz qalır? Hər uşağa alma qalır. Bəs neçə dənə almamız qıraqda qalır? Gəlin onu da çayını çıxışa verək. Onu necə Bölmənin verərəm? yerinə faiz Aysa, yazacaq. bölmənin yerinə faiz yazacaq. işarəsi. O da bizə verəcək, baxın, gəlin elə 6-15-dən davam edək. 6 və 15. Gördüyünüz kimi, hər uşağa 2 dənə alma düşdü və totalda 3 dənə almamızsa qıraqda qaldı. Aydınmı? Bəli. Kimə nəsə qaranlıq qalırsa, deyə bilər, yəni çəkinməyinə ehtiyac yoxdur. Gözəl. Onda qalığı da dedik. Aha, bu qədər. Yəni deyəcəklərimiz bu dərslik bu qədərdir. Yəni 20 dəqiqə vaxtımız var. O müddət ərzində məsələlərə baxaq. Çox adam bu sualı bilir. Məncə, yəni əgər şeyimiz varsa, sualı bir dəqiqə. Burada nə var edeyim deyəcəm. Aha,
Gəlin bu suala baxaq. Bizə 2 dənə ədəd verir. Daha doğrusu bir dənə ədəd verir. Və bizə garanti verir ki, bu ədəd 2 rəqəmlidir. Yəni 10-dan 99-a qədərdir. Bizə deyir ki, onun onluğunu tapın. Bir də neyini tapın? Təkliyini tapın. Yəni 24-dürsə, onluq mərtəbəsi 2-dir, təklik mərtəbəsi isə 4-dür. İndi gəlin bu sualın həllinə baxaq bir yerdə. Kimin nə fikri var? Gəlin bir dənə əvvəl onu soruşum. Buyur. Aha. İlk öncə ədədi int, məsələn A, sonra ədədi kompüterin özündən daxil eləmək üçün sin A, daha sonra cout A bölünsün A faizli bölmə 10. Burada bizə təkliyi verəcək. Onluğu tapmaq üçünsə ədədi birinci ona biləcək. Aha, düzdür. Gəlin bir yerdə bir də baxaq, bir də görək necə eləyə bilərik. Düz dedim, yəni düzdür. Məntiqin düzdür. Ədədi almaq hissəsini, yəni bildiyimiz kimi int A bir dənə yeni dəyişən deyəcəyik, A-nı sin eləyəcəyik. Daha sonra nə edə bilərik? Burada artıq bir həmişə istifadə edəcəyiniz bir texnika ortaya çıxır. Ədədin rəqəmlərinin tapılması qaydası. Bu çox sualda, yəni istifadə olunan bir qaydadır. Bunu necə tapırsınız? Məsələn, bir dənə ədəd götürək. Məsələn, biraz sualdan qırağa çıxaq. Sualda bizə 2 rəqəmini deyildi. Yəni 3 rəqəmliyə baxaq. Məsələn, 341 olsun. Belə deyək. Yox, yəni 2 rəqəmini deyək əvvəl. 34 olsun. Bax, əgər mən ədədi ona bölünməsindən alınan qalığı tapsam, elə o mənə nəyi vermiş olacaq? Təkliklər mərtəbəsini verəcək də, düzdür? Yəni, ədədimin neçə olmağından asılı olmayaraq, əgər ona bölünməsindən alınan qalıq bilirəmsə, deməli, ədədi nə ilə qurtardığını da bilirəm də, düzdür? Və son olaraq da, əgər ədədin onluğunu tapmaq istəyirəmsə, ədədi ona bölərəm. Məsələn, 34-dür. Ona böləcəm. 3 tam ondan 4 alınacaq, amma tam onda 4-ü görməyəcək deyə kodum. Elə mənə qısaca nə vermiş olacaq? 3-ü vermiş olacaq. Fikir aydındırmı? Yəni 2 ədəd tapmalıyam. Birincini dedik ki, ona bölünməsindən alınan qalığı tapıram. İkinci üçün dedik ki, belə deyək, yəni ona bölürəm. Ona bölünəndə nə deyirik? 3 onda 4 alınır. 3 onda 4-ün tam onda, yəni 0 onda 4 hissəsi itir. Yəni kodum onu görmür. Sadəcə 3 qalır əlimdə. Gəlin kodda da tətbiq eləyək. Məsələn, int A olsun. A-nı daxil elədim. Daha sonra çıxışa gəlin bir dəfəyi verməyək. Yeni dəyişənlərə mənimsədək. Bu biraz əlimiz öyrəşsin. Onluq olsun. A bölünsün 10. Int qalıq da olsun. A mod 10. Siyahut birinci onluq. Ara verdim. Siyahut qalıq. Handle verməmizə ehtiyac yoxdur. Baxın uşaqlar. Əvvəl dəyişəni tanıtdım. Sonra həmin dəyişəni daxil elədim. Daha sonra əvvəlcə onluq hissəsini tapdım. Ona böldüm. Oradan alınan cavabım mənim oldu onluğum. Sonra qalığı tapdım. O da ona bölünməkdən alınan qalığımdır. Daha sonra birinci onluğu, daha sonra da qalığı çıxışa verdim. Gəlin elə bir dənə özümüz üçün run eləyək. Sən 34-ü verək elə. Gördüyünüz kimi nədir? 3 və 4-ü çıxışa verdim. Aydındırmı? Bəli. Digər uşaqlar, bəs? Bəli. Aha. Gözəl. Yaxşı. Gəlin onda biraz ədədimizi böyüdək. 341 olsaydı bəs ədədim. Bəs bunun rəqəmlərini də tapardım. Həmişə 3 dənə rəqəmi var və 3 dənə rəqəmi tapmalıyam. Gəlin əvvəl bildiklərimizdən danışaq, rahat olanlardan. Bax, təklik. Təkliyi tapmağın yolu həmişə eynidir.
10-a bölünməkdən alınan qalıq mənə verir təkliyi. Daha sonra yüzlüyü tapmaqda, yüzlük də əslində onluqda, o iki rəqəmli olmaqdakı ilə eynidir. 100-ə bölərəm. 100-ə böləndə artıq 0,41, yəni %41 yoxa çıxır. Sadəcə 3 qalır əlimdə. 3-ü də o yolla tapdım. Bəs burada bir sual gedir ki, bəs mən 4-ü necə tapa bilərəm? 4-ü tapmağın yolu qısaca necə taparam? Mən deyim. Buyur. Mən böl 10 faiz 10. Aha, gəlin onu artıq yəni belə bir müddətdən sonra düzdür əzbər biləcəksiniz, amma gəlin hardan gəldiyinə baxaq. Siz 34, yəni 341-i əvvəlcə gəlin kod olaraq 10-a bölək. 341 bölünsün 10. Yəni mən bunu 10-a bölsəm, mənim kodum bizə nəyi verəcək? 34-dür. Düzdür? Yəni qalığı yeyəcək, yəni qalıq olmadan, kəsirsə olmadan bizə verəcək nəyi? 34-dür. İndi baxın, bu 34-ü alandan sonra mən elə qayıdıram hara? Baxın bu suala. Burada necə tapırdım 4-ü? 10-a bölünməsindən alınan qalığı tapırdım. Artıq mən nə görürəm? Ədədin ixtiyari yerdə duran hissəsini tapmaq üçün birinci o hissəyə qədər olan deyək 10-a, 100-ə, 1000-ə, nəyə lazımdırsa ona bölərəm. Daha sonra böləndən sonra da 10-a bölünməsindən alınan qalığı yazaram. O da mənə verəcək elə həmin rəqəmin özünü. Aydındırmı? Yaxşı, gəlin bir ona baxaq. Artıq gəlin 3 rəqəmli olsun məsələn. A-nı aldım, düzdür? A-nı alandan sonra artıq belə bir şey var. Bayaq dediyim kimi, dəyişən adlarını qoymaqda rahatsız. Onluq, qalıq, nə bilim, nə istəsiniz qoya bilərsiniz. Amma kodun daha qısa görsənməyi və daha gözə uyğun görsənmək üçün biz dəyişən adlarını daha qısa qoyuruq. Məsələn, onun üçün mən indi T1, T2, T3 yazacağam. Məsələn, istədiyiniz yenə dediyim kimi bir şey qoya bilərsiniz. Məsələn, int T1 gəlin olsun nəyimiz? Ən yüzlük mərtəbəmiz. Nə dedik? Yüzlüyü tapmaq üçün mən onu nəyə bölərəm? 100-ə bölərəm. Daha sonra int T3 yazıram, yəni ən sonuncu hissəni. Onu tapmaq üçün nə dedik? 10-a bölünməsindən alınan qalıqdır. Yaxşı, bəs T2-ni, yəni onluq mərtəbəsini necə rahat tapıram? T2 bərabərdir. Bayaq dediyimiz kimi, ədədi nəyə lazımdırsa bölərəm. 10-a, 100-ə və ya hər nəyə ehtiyac varsa. Daha sonra onun 10-a alınan qalığını tapıram. Məsələn, burada 341-də əvvəl 10-a böləcək 34, mötərizənin isə 34-ə bərabər olacaq. 34-ə yazandan sonra da onu 10-a bölünməsindən alınan qalığı yazacaq. O da bizə verəcək nəyi? 4-ü. Gəlin bunları çıxışa verək. Baxın, gəlin run eləyək məsələn kodu. Məncə bir səhv yoxdur. 342 olsun. 342. Gördüyünüz kimi 3, 4, 2. Hamısını düzgün tapıb. Qaranlıq qalan bir hissə oldu mu uşaqlar? Xeyr. 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 Gözəl. Yaxşı, onda mənə kömək edin. Mən bu sualı biraz da artıracağam. 4 rəqəmli ədədim olsa nə edərəm? Mən bir ədədi böl 100 faiz 10-dan. Aysa, bax özün dediyin kimi. Elə bir ki, T1-im artıq belə ədədim məsələn 1 2 3 4 olsun, yəni 1234. Birincini tapmaq üçün mən elə 1000-ə bölərəm, düzdür? 1000-ə bölərəm, sonra 1000-ə böləndə artıq 1 almış olacaq. İkincini tapmaq üçün baxın, elə bir ki, sanki mən 34-ü silməliyəm. Yəni onun üçün nə edirəm? Yox eləyirəm də 34. Yəni 100-ə bölsəm mən nə etmiş olacağam? Alacağam nəyi? 2-ni. Bu hissə mənə tapdı 2-ni. Daha sonra bunu kopyalayıb yapışdıracağam. T3-ü tapmaq üçün baxın, sanki mən bir dənə 4-ü silməliyəm. 4-ü silmək üçün də mən niyə bölsəm? 10-a bölsəm 4 yoxa çıxacaq. Daha sonra da 10-a bölünməsindən alınan qalıq da mənə nə verəcək? 4-ün 3-ün özünü. Son olaraq da 4-ü tapmaq üçün elə nə demişik?
elə 10-a bölünməsindən alınan qalıq mənə onu verir. Bax, bir dənə bunu yazdım. Bunu çox uşaqlar daha yaxşı başa düşür. 1 uşaqlar buna baxın bir dənə. Bax, bir dənə fikir versəz görərsiniz ki, ədədin neçə rəqəmli olmağından asılı olaraq, məsələn 4 rəqəmlidir, 1000-dən başladım. 1000, 100, 10, 1 və hamısını 10-a bölünməsindən alınan qalığı tapıram. Sadəcə məsələ nədir? 1-ə bölmək mənasızdır. Onsuz da ədədin ixtiyari ədədi 1-ə bölsəz, elə özünü verir. Onun üçün burada 1-i yazmırıq, sadəcə A yazırıq. Bir də 1000-ə böləndə 4 rəqəmli ədədi, onsuz da 1 rəqəmli ədəd alınacaq da, onu da ona olunan faizini tapmaq mənasızdır. Qalan hər biri üçün elə sadəcə 1000, 100, 10 və 1 olaraq yazırsınız. Daha sonra da 10-a bölünməsindən alınan qalıq sizə hər bir mərtəbənin rəqəmini verir. Aydındır mı? Bəli, mən. Belə daha qısa məncə yadda saxlaya bilərsiniz. Yaxşı, gəlin onda suallara baxaq. Davam. Sual verilir. Gəlin sual şərti deyək. Bizə məsələn deyir ki, 2 rəqəmli ədəd verilib. Hepsi məsələn 24 verilib. Təkliklə onluğun yerini dəyiş. Bunu çevirib eləyəcəyik 42. Bunu necə eləyə bilərik? Bax, buyur. Kimsə Mən qaldı? deyim. De. Mən birinci hər bir onluq və təkliyini tapırıq. Aha. Sonra siyahıda mən onluğun birinci yazırıq, təkliyin ikinci. Yox, təkliyin birinci yazırıq, onluğun ikinci. Aha, düzlə. Tamam, düzlə. İndi gəlin Rəşidi də deyəsən ya, düzlədim. Bəli, mən. Aha, Rəşidin dediyi yola gəlin göz ataq. Birinci ədədi daxil edirik. Bu bir klassikadır artıq. Yəni ədədi daxil etməliyik ki, onun üzərində işləyə bilək. Daha sonra nə dedik? Əgər onluq və təkliyin yerini dəyişmək istəyiriksə, biz əvvəlcə onluq və təkliyi tapmalıyıq. Daha sonra yerini dəyişməliyik də, düzdür? Gəlin ona görə tez-tez tapaq. Nə dedik? Onluğu tapmaq üçün A-nı bölürəm 10-a. Təkliyi tapmaq üçün A-nı nə edirəm? 10-a bölünməsindən alınan qalığı tapıram. Daha sonra baxın. B deyək. Birinci T2-ni verirəm. Düzdür? Ara vermədən. Sonra T1-i verirəm. Və artıq mən 42 yazanda mənə çıxış olaraq nə verir? 24 verir. Və 24 yazsaydım nə verəcəkdi? 42 verəcəkdi. Mən bu yolla onları ayrı-ayrı rəqəm kimi verir. Necə? Mən bunları məsələn 2 ilə 4-ü yan-yana qoyub verir də mən. Aha. Onsuz solda da elə istəyir. Yəni mən dediyim sual elə idi. Ayrı-ayrı yaza da bilərik. Hə, məsələn ortaya bir boşluq yazsaq, məsələn ki. Onda bizə nə verəcək? Yəni ayrı-ayrı verəcək. Məsələn, birinci 4-ü verəcək, sonra 2-ni verəcək. Gördünüz? Yaxşı, bəs mən indi baxın, B deyək də, çıxışa sadəcə birinci T2-nə, sonra T1-i verməyim. B deyək sadəcə bir göz yanılsamasıdır da, düzdür? Çünki əvvəlcə 4-ü verir, sonra ara qoyur, 2-ni verir. Yəni, belə deyim, dəqiqə, bunu qaytarım. Bax, burada. Bayaq ki 5-6 var idi. Bayaq kimsə də sual vermişdi orada Endel-la boşluq yazmağın fərqini. Baxın uşaqlar, bax eynisinə bir də qayıdıram. Məsələn mən burada 56 yazsam, baxın 65 verdi. Amma biz hamımız bilirik ki, bu əslində 65 deyil də, düzdür? 6 ilə 5-i yan-yana qoymaqdır. Bəli. Bəs yaxşı. Mən sizdən soruşsam ki, bunu necə 65-ə çevirə bilərik? Yəni həqiqətən də yeni bir ədəd yaradaq və o ədəd 65 olsun. Yox, bunu bir şey demək istəyirəm, ona görə dedim. Biz o aşağı siniflərdə həmişə o bir dənə dərs olur deyə, məsələn 123 verirdi. Biz 123 bərabərdir yazırdıq. Bunu böyük ehtimal xatırlayırsınız.
1 vurulsun 100. Düzdür? Bəli. Sonra 2 vurulsun 10 üstü 2 vurulsun 10. Sonra üstə gəl 3 vurulsun 10 üstü 0, yəni 1. Bu yadınızdadır da hamının. İndi mən 56-nı da əslində 5 vurulsun 10 üstə gəlsin 6 şəklində yazıram. Onda mən yeni ədəd yaratmaq istəsəm, artıq B deyək buna. Mən edəcəm? T2 vurulsun 10 üstə gəlsinə elə T1 yazmış oluram. Aydınmı? Artıq çıxışa verəndə də T2, T1 yox əvəzinə elə B-nin çıxışa versəm, bu mənə nə verəcək? Məsələn, gəlin elə 56 yazaq, 65 verəcək. Amma fərq nədir? Düzdür. Bax, uşaqlar, belə bir şey deyim. Bu çox önəmlidir. Siz, məsələn, bayaqkında bu sualı indiki həllə də, bayaqki həllə də yazsaz, çıxış olaraq, yəni rəqəmlər yan-yanadır, aralarında boşluq yoxdursa, ikisinə də 100% verəcək. Bayaq dediyim məsələ. Yəni, həll yolunun ikisi də düzdür. Sadəcə fərq nədir? Bu üsulda B, yəni tam olaraq 65-ə bərabərdir. Amma o bir üsulda sadəcə 6 və 5-i yan-yana qoyub verirsiniz. Amma ikisinin də həllinin cavabı nədir? Düzdür. Aydındırmı? Bəli. Yəni mən atıram da məsələn Eneslə, deyək ki, Mikail 2 dənə həll yazıb, biri bunu yazıb, biri başqasını yazıb. Yəni bayaqki üsulla yazıb. İkisi də 100 alıb, mən yəni deyəcəklər ki, müəllim, bəs ikimiz də ayrı həll yazmışıq, amma ikimizin də həlli düzdür. Bu necə oldu? Yenə dediyim kimi, çıxışa verilən həll, yəni çıxışda ekranda göstərilən söz düzgündürsə, yəni hər rəqəmdirsə, sözdürsə, nədirsə, həllin necə olduğu çox da bir önəmli deyil. Aydınmı? Bəli, müəllim. Yaxşı. Gəlin onda son sual da verim. Bu ilə dərsimizi yekunlaşdıraq. Yaxşı. Bəs A 3 rəqəmlərdə də olsa, məsələn, 3, 4, 5 olsa, bu başlanğıc olsa, bunu çevirməyimizi istəyir. Hər rəqəmi bir vaid sürüşdürürük. 5 yox, gəlin belə deyək. Hər rəqəmi bir vaid artırmağımızı, yox, o biraz şey gedir, 9 olacaq. Aha, elə bayaq dediyimi deyək. 5, 3, 4 istəyir məsələn. Baxın, 5 ilə bil əvvələ, hər rəqəm bir vahid sağa getdi də, gördüyünüz kimi. Sualın şərtində bunu istəyir. Bunu necə yazarıq? Başqa adamlar desin istəyirdim bu dəfə. Hər dəfə eyni adamlar, bir şey olmasın. Başqa bax, sakit duranlardan. Məsələn, Mətin. Buyur, Mətin, nə fikirləşirsən? Yəni, səhv deməkdən falan qorxmayın. Yəni, səhv olsa düzəldəcəyik. Burada bir problem yoxdur. Mətin, eşidirsənmi bizi? Seymur, sən demək istəyirsənmi bəs? Koda gələ bilərsiniz deyin. Aha, gəlir. Buyur. Burada yenə 100-lük, 10-luq təşkilə ayırırıq. Gəl tez-tez ayıraq. Aha. Aha, sonra? Burada C6 isə Qorxma, de. deməli Yəni T3, T1, T2. T3, bir dəqiqə qaydacam o sualda. T2, Yox, aha, T1. bir dəqiqə T3 olmalı deyil orada. Bax, belə bax da. T3 nədir burada? 5. Birinci hansı vermişik? 5-i. Deməli, nəyə verməliyəm elə? T3 verməliyəm. T3, T2, T3. yox, T3, T1, T2 bəli. Ay, sağ, T1, T2. İndi, gələk şeyin sualına. Bir nəfər oradan arxadan dedi ki, nədir? Mötərizə olmalıdır. Bax, onu qəşəng vurğuladın. Yenə maraqlı sualdır. Bax, biz nə bilirik? Məsələn, 3 üstə gəl 2 vurulsun 4. 20-yə bərabərdir, yoxsa belə deyək, 11-ə? 15. 11-ə.
11-ə müəllim. 11-ə. Niyə? Birincisi ki, vurma əməlini görürük həmişə. Sonra toplama əməlinə baxırıq da. İndi belə deyək, bu qalıq işarəsi vurma bölməklə eyni səviyyəlidir. Ona görə də biz yəni əvvəlcə bölməyə baxırıq, sonra qalığa baxırıq deyə çox da bir problem olmur. Amma özünü qarantiya almaq istəyirsənsə, bəli, bura bir mötərizə ata bilərsən. Heç bir problemi yoxdur. Aydındırmı? Hayır. Tamam. İndi bax mən bu sualı kimdən soruşdum? Seymur, hə. Deməli Seymur, indi gəl kodumuzu bir dənə run eləyək. Məsələn, gəl bir dənə də yoxlayaq, elə öz kodumuzu 345-i. Gördüyümüz kimi nə verir? 534-ü vermiş oldu. Aydınmı bu? Bəli. Bir dənə Mətin, dərsdəsənmi? Mikrofon Bəli, bağlı. müəllim. Mətin deyil deyəsən onda. Ya Mətindir adınız? Belə uşaqlar. Bir dənə bax dediyim kimi bir də vurğulayıram. Vicajdan gedin, qeydiyyatdan keçin. Çünki mən buradan sizə suallar qoyacağam gəlin dərs üçün. Onlara istəsəz baxarsınız. İstəsəz baxırsınız, nəsə yəni F tapşırığı verəcəm böyük ehtimal. Yəni bir neçə dənə sual, 10-a yaxın sual. O suallara baxarsınız, onları yazmağa çalışarsınız, yaza bildiyinizi yazarsınız, yaza bilmədiyinizə dərsdə bir yerdə baxarıq. O zaman bir dənə son olaraq nədən danışaq? Burada kim adını qeyd eləməyibsə, zəhmət olmasa bir dənə qeyd eləsin, mən onu üstəgəl qoyum dərsdə. Bu arada Enes, əli qaldırmısan, buyur, nəsə sözün varsa deyə bilərsən. Xeyr, müəllim, sözüm yoxdur. Sadəcə açıq qalıb. Üzr istəyirəm. Dərslə bağlı bir sual olan varmı son olaraq? Bir hansısa hissədə bir qaranlıq qalan hissəmi desəm, ümumi olaraqmı, yoxsa necə? Belə görürəm, yoxdur. O zaman gecəniz xeyir uşaqlar. Yəni gecə xeyrə demək biraz nə qədər düzdür. Sağ olun uşaqlar. Dərsimiz bu qədər. Dediyim kimi, vicajdan qeydiyyatdan keçib məni göndərməyi unutmayın keçməyənlər. Sonra qəbul eləməyənlər gedib qəbul eləsin. Yeni tapşırıqlar atacağım çünki və ya kimin qəbul eləməklə bağlı bir problem olsun, yenə də mən yəni hər bir sualına şəxsdən yaza bilər mənə. Və qrupa yazın, qrupda bir cavablandıraq. Orada da bir problem yoxdur. Bilənlər bilməyənlərə izah eləyə bilər. Daha sonra nəyi vurğulamalıydıq? Adını yazmayanlar adını yazsın bir dənə. Çünki dərsdə olduğunu qeyd edeyim. Və son olaraq bir də şey göndərəcəm. YouTube videosu. Bu dərsi rekordu bitirək burada.